Salam əziz dostlar və dəyərli izləyicilər. Məni tanıyanlar bilir ki, mən çox tez-tez video paylaşanam, amma 3 günlük video paylaşa bilmirəm. Bu mənim səhhətimlə bağlıdır. Amma bugündən il sonuna qədər və gələn il boyunca hər gün 2-3 video paylaşacağam. Bu TikTok ən əsas məsələ bizim Instagram hesabımız və bizim necə deyirlər YouTube bu hesabda paylaşacağıq. Deməli, bu mövzuda mən uzun zamandır videolar çəkmişəm, amma bugün də istədim ki, yeni izləyicilər üçün çəkeyim. Ümumiyyətlə, bir dildə ən əsas məsələlərdən biri nədən ibarətdir, onu sizlərə deyim. Deməli, bir dildə ən əsas məsələ ondan ibarətdir ki, bizim ən vacib, ən belə üstün mövzularımız var. Hansı ki, bu mövzuları bilsək, bizim üçün çox problemsiz danışıqlar yarana bilər. Bəs bunlar hansılardır? Baxaq indi. Danışıq mövzuları insanları bildirən yer, zaman və əşyaları bildirməklə 4 növə bölünür. Bunu ChatGPT-yə də sual verdim və sağ olsun AI sistemi mənə bu cavabı verdi. Sual verdim ki, mən düşünürəm dostum, bir dildə danışıq üçün ümumi 4 mövzu var. İnsanları bildirən, zaman, yer. Belə bir hissə çıxartdı ki, danışıq 4 əsas kateqoriya düzgün yanaşmadır və insanlar. Və ən əsas məsələ bu hissələri göstərdi və ən əsas məsələ isə deyir, mənim həmişə tanıyanlar bilir ki, bu 4 kateqoriya üzərindən mövzuları danışmağı sevirəm. Məsələn, bir insana danışırsınız. Bu insan kimdir? Hardan tanıyırsınız? Nə vaxtdan tanıyırsınız? Və o insanın hobbiləri, görünüşləri haqqında danışırsınız. Deyək ki, burada yer anlayışı. O yerdə kimdən getmisiniz, nə vaxtdan tanıyırsınız, haradır, o yerdə nələr var. Yəni, bu həqiqətən düzgün yanaşmadır. Bir dili öyrənmək istəyirsinizsə, bu 4 yanaşmanı bilin. Sizə heç kim yaxşı dildə desək, yaxşı mənada desək, dil üzərində bata bilməz. Çox sağ olun.